56-da nə deyir? X və Y düz mütənasib kəmiyyətlərdir. A üstəgəl B cəmini tapın. Düz mütənasibi biz Y bərabərdir. K vurulsun X funksiyası ilə yaza bilərik. Bu cür ifadə etdik. İndi buradakı K-nı tapaq. K nəyə bərabərdir? Y bölünsün X-ə bərabərdir. K nəyə göstərir? Mütənasiblik əmsalını. Mütənasiblik əmsalını bildirir. İndi görək, burada hansılar, yəni ki, bu 36 verilib, 12 verilib, Y-in qiyməti tutaq ki, birincidə 36-dır, X-də 12-dir. Mən K-nı tapmaq istəyirəm, tutaq K bərabərdir. Y-ə baxıram 36, yuxarıda yazdım 36. Aşağısında da bax buradakı kimi. X-in qiymətini yazacağım, 12-ni. Y isə bölürəm. 36-ını da 12-yə böləndə edəcəm. Olur cavab 3. Yaxşı. Digərinə keçək. Biz artıq bildik ki, K-nın qiyməti 3 imiş. Digərində də eyni olmalıdır mütənasiblik əmsalı. Baxın. Yazıram buna uyğun. İkinciyə uyğun. 25 ilə A-ya uyğun. A-nı bölürəm 25-ə və bayaq da aldım ki, K mütənasiblik əmsalı hamısında 3 olmalıdır. Yazıram 3. Buradan da A-nı tapacağım. A bərabərdir. Çarpaz vuram. 25-i 3-ə vursam edər 75. A-nın qiyməti 75 əldə elədim. Yaxşı. Sonra keçək B-ni tapaq. B-nin qiyməti yenə də 63-ü, yəni Y-i bölürəm X-a. X-in yerində nə durub? B. B-yə böldüm. K-mız yenə nə olmalıdır həmişə kimi? Tapdıq ki, 3 olmalıdır. B nəyə bərabərdir burada? 63-ü 3-ə bölürəm. Verəcək 21. İndi bizdən soruşur. A üstə gəl B-ni tapın. Yazarıq ki, A-la B-nin cəmi A üstə gəlsin B. Bərabərdir. A 75 tapdıq. B-də 21. 75 ilə 21-in cəmi verəcək 96. 96 da bizdə A variantıdır.